Herkese salam. Salam. Bugün peşə məktəbləri haqqında danışacağıq. Bizə ən çox gələn sualları cavablandıracağıq. İlk sualı oxuyuram. Burada belə bir sual var ki, peşə məktəblərinə universitetə qəbul olmaq olarmı? Əlbəttə ki, olar. Amma hansı Bəli, peşə məktəbindən qəbul olmaq olar? Yüksək texniki peşə məktəbindən qəbul olmaq olar. bəli. Hansı ki, bu peşə məktəbi sizə subbakalavr diplomu verir. Necə ki, kollecdən aldığımız diplom var, imtahansız şəkildə qəbul edirik. Eyni şəkildə burada da Bəli. sizə subbakalavr diplomu verir. Amma burada fikir veriləsi nüanslardan iki dənə nüans var. Nədir? Birincisi odur ki, həmin subbakalavr diplomunda sizin ümumi orta göstərici qiymətiniz nəzərə alınır. Yəni peşə məktəbinə girdim, oxumadım, mən buradan birbaşa universitetə gedəcəm. Bəli. Belə bir şey yoxdur. Peşə məktəbində oxumalısınız ki, qiymətiniz yüksək olsun, ondan siz universitetə qəbul ola biləsiniz. Ortalaması yüksək olmalı yəni. Bəli. İkinci isə ixtisas uyğunluğu var. Hansı ki, bəzi ixtisaslar var ki, onlarda subbakalavr diplomu aldıqdan sonra plan yerləri, bakalavrlar doldurur, illərlə qəbul olmaq olmur universitetə. Bəli. Ona görə ixtisas seçəndə peşəkarlardan mütləq şəkildə tövsiyə alın ki, sizə uyğun elə bir ixtisas yazsınlar ki, oradan siz universitetə qəbul ola biləsiniz. Yəni əgər belə bir fikriniz varsa. Keçək digər suala. Deməli, digər sual belədir ki, 9 illik attestatda bu sual həddindən artıq çox verilir. 9 illik attestatda və yaxud 11 illik fərqi yoxdur. Ümumiyyətlə, attestatda bir neçə fənn üzrə 2-3 qiyməti almışam. Mən peşə məktəbinə qəbul ola bilərəmmi? Əslində qısa cavab verəsi olsam, qəbul ola bilmə şansınız var. Yəni qəbul olarsan desəm, yazarsan, olmazsan deyərsən ki, niyə qəbul olmadım. Əslində şansı var. Ümumiyyətcə peşə məktəbində 5 dənə ixtisas yaza bilirsiniz siz. Sadəcə olaraq sizin balınız 2 və üstüsə, demək ortalama balınız aşağı olacaq. Ortalama balı aşağıdırsa qəbul olma şansınız azalır. Amma yoxdur deməyək. 5 ixtisasdan birinə qəbul olma şansınız var. Sadəcə olaraq sizə məsləhətim olar ki, əksərən bu ixtisasları ödənişli yazın. Yəni ödənişli qəbul olma şansınız daha yüksəkdir. Ödənişsiz şansınız azdır, ortalama balı aşağı olduğuna görə. Amma ödənişli yazsaz qəbul olma şansınız var təbii ki. Bir də peşə məktəblərində birinci qəbuldan sonra ikinci qəbul prosesi də davam etdirilir. Boş qalan yerlərə ikinci dəfə də yazıb şansınızı yoxlaya bilərsiniz.